Mən yenə də qarşınızda İngilis dili müəllimi Əhmədova Güllü. Deməli, bugün sizə to have feili haqqında danışmaq istəyirəm. Gəlin başlayaq. Let us start. To have feili. To have feili Azərbaycan dilinə olmaq, sahib olmaq mənalarında ifadə olunur. Bunu da yazaq. Olmaq və sahib olmaq. Deməli, to have feilinin to has, to had versiyaları da vardır. Gəlin to have haqqında mən sizə ətraflı məlumat verim. I have two books. Deyil, mənim 2 kitabım var. Biz buna sual vermək istəsək, ümumiyyətlə to have, to has, to had feillərini sual və inkar forması özü ilə düzəlmir. Do, does, did köməkçi feilləri vasitəsilə düzəlir. Gəlin indi bu cümləyə sual verək. Deyir ki, I have two books. Deyir, mənim 2 kitabım var. Gəlin indi sual versək əgər, have-i görürük. Have sual vermək üçün biz dedik ki, do-dan istifadə edirik. Gəlin indi baxaq. Do, I gətirib qoyuruq. I have two books. Yenə də bildiyimiz kimi sual verəndə to be-nin əmizar formalarının fərqli olaraq burada have cümlənin əvvəlinə keçmir. To have sual vermək üçün do, does, did köməkçi feillərindən istifadə edirik. İnkarda isə I don't have two books. İnkar versiyası da belə düzəlir. I don't have two books. Mənim 2 kitabım yoxdur. İndi to have haqqında danışdıqdan sonra gələk indi to has-dən danışaq. Has də 3-cü şəxsin təkində olan şəxs əvəzliklərlə işlədilir. Hansılardır onlar? To be-də keçdiyimiz kimi. He, o, she, o, it, o. Plus has. Ümumiyyətcə, has tək xəbərdir. Has tək xəbər, is tək xəbər, keçmişdə was tək xəbər, köməkçi ifadələrdən does tək xəbər. Bunlar tək xəbərlər. Bunlar hər üçü he, she, itlə istifadə olunur. İndi cümləyə baxsaq, gəlin eyni cümləni təkrar yazaq, izah eləmək ötəri. I ilə vermirik. Deyək ki, sənin 2 kitabın var. Daha doğrusu onu. She, qadın cinsinə yazaq. She has two books. İndi biz buna yenə sual vermək istəsək, has-i əvvələ keçirmirik qəti sürətdə, has-in əvəzinə istifadə edirik. Baxın, burada yazılan does-dan istifadə edirik. Does keçir cümlənin əvəzinə. Does she two books? Bunlar istifadə olunur. Does she two books? İndi gəlin, inkarda yazsaq əgər, onda buranı silim, başa salın sizə. İnkarda yazmaq istəsək, o zaman istifadə edirik. Deməli, yazırıq she, yenə, doesn't, yəni doesn't və yaxud da does not da yaza bilərsiniz. Has olunur, çünki burada bir şey unutmuşam. Burada does she yazılanda has-i unutmuşam. Burada does she olan, does-dan sual verəndə has avtomatik have olur. Have. Burada da she doesn't, has yox, yerinə gələcək have və two books yazılacaq. Yəni cümlə belə davam edəcəkdir. Həmçinin have to da elədir. Have to ancaq keçmişi ifadə edir. Keçmişi istifadə edəndə have to da biz did köməkçi feilindən istifadə edəcəyik. Gəlin yazaq, məsəl üçün, we
We had 2 books. İndi buna bir sual vermək istəsək əgər yenə had cümlənin əvvəlinə yerə qəti şəkildə keçmir. Diddən istifadə edəcəyik bu ifadədən. Köməkçi feildən. Did, we, had olmayacaq, have qayıdacaq. İlkin versiya have 2 books. Ümid edirəm ki, başa düşürsünüz. Did we have 2 books? Yenə deyirəm, does olanda has, have-ə keçir. Did olanda have, had-ə keçir. Həmçinin inkarda da ilkin versiyasına qayıdır. Tək o olur ki, have, have-də olduğu kimi qalır. Qalan digərləri has, have-lə əvəz olunur, had, have-lə əvəz olunur. İndi gəlin sizə to have-dən başqa gəlin sizə have to haqqında məlumat verim. Have to nədir? Have to ilə must arasındakı fərqə baxaq. Have to malı məli deməkdir. Must malı məli deməkdir. Buradan yazılmalı malı məli ki. Sadəcə fərq ondan ibarətdir ki, must bizim özümüz I must go. Deyirəm ki, I must go. Deyirəm ki, mən getməliyəm. Yəni burada məcburiyyət yoxdur. Yəni istəsəm gedə də bilərəm, getməyə də bilərəm. Və yaxud da I must read. I must read. Mən oxumalıyım. Oxuya da bilərəm, oxumaya da bilərəm. Ancaq have to müdafiə məcburiyyət ifadədir. Məsələn, he have to go to the army. Deyir ki, o hərbiyə, yəni hərbiyə getmək məcburiyyətində, yəni əsgərliyə getmək məcburiyyətindədir. Qanun qayda qarşısında məcburiyyət ifadə etdiyi təqdirdə onda biz have to-dan istifadə edəcəyik. Have to go to the army. Burada istifadə edirik. Must-la have to-nun bir fərqi də ondadır ki, sual və inkarını must özü düzəldir. Have to-nun sual və inkarı do, does, did vasitəsilə düzəlir. Gəlin bir nümunəyə fikir verək. Elə sildim, yaxşı nümunəni yazım. He has to. Burada he-də lejurisən has to olur. Have to yazmışdım, sorry. Has to. Deməli. He has to go to the army. Və yaxşı videoya təkrar baxanda burada he əvəzinə he yazmışdım. He-də has olur, has to olur. Çünki he, she, it-də has to ifadəsindən istifadə edirik. Have to aynen video olur. Aha. İndi buna bir sual vermək istəsək, bu has to-nu götürürük, belə qaralayırıq. Biz buna sual vermək istəsək, does-dan istifadə edəcəyik. Yazacağıq ki, buradan yazım. Does. He olduğu kimi qalır. He. Has yenə have-ə keçəcək. Olacaq have to. Qalan o ikinci dərəcəli sözlər də olduğu kimi qalacaqdır. Eləcə də inkarını ifadə edəndə yazacaq he, yəni has to yox, inkar doesn't, olacaq he doesn't və has to yox, have to. Öz versiyasına qayıdacaq have to. Yəni qısa belədir. Həmçinin have to-da, has to, have to-da keçmişdə olur. Keçmişdə də eynən have to-ya qayıdır. Yəni qısa məlumat vermək istədim sizə. Moda feili mövzusunda daha ətraflı şəkildə keçəcək. Bir də bir şey nəzərinizə çatdırım ki, ifadələr var ki, have dinner, have breakfast, have supper. Bunlar hamısı hər biri sual və inkarını do, does, did vasitəsilə düzəldir. Bir də have got ki, have got feildə o da var, sahib olmaq mənasındadır. O da sual və inkarını öz vasitəsilə düzəlir. For example, məsələn, prosto göstərim. Məsələn, you have. O da has got, have got ifadəsidir. İki ifadədən ibarətdir. Had got da var. You have got. Burada sual vermək istəsək, əgər, məsələn, sənin nəyinsə var. Onda misal tam axıra qədər yazmıram, sadəcə başa salıram. Have you, burada olacaq have. Keçir cümlənin əvvəlinə. You got, have you got. Sonra ikinci dərəcəli üzvlər, yəni cümlə tamamlanır. Bugünlük bu qədər.
daha doğrusu to have ifadəsi haqqında, feili haqqında məlumat verdim sizə. Kanalıma abunə olmağı, bəyənməyi və yorum yazmağı